Hə dostlar, növbəti gözəlimiz bizə Almaniyadan müraciət edib. Almaniyanın arasına gəlmişsiniz, hansı şəhərdən? Bu arada bizə Bavariyadan gəlibdi. Çoxu problemlər var. Neçə ildir şikayətiniz var? 4-5 il. Nədir şikayətləriniz gözəlim? Sidik qatırma, ondan sonra ağrılar. Uşaqlıq yolu sallanması. Bəli, pasientimizin bu qədər funksional problemləri var. İnşallah bugün bu masada bu gözəl xanımın bütün problemlərinə son verəcəyik. İnşallah onun da əməliyyatı uğurlu keçəcək. Bizə uğurlar. Həyatımıza keçid alırıq. Pasientimiz orta yaşlı bir xanımdır. Genital orqan prolapsusundan şikayət edir. Yəni pasientimizin müayinə zamanı həm sidik sallanması var, həm düz bağırsaq sallanması var və həmçinin pasientimizdə doğuşdan sonraki fəsadlar var. Bu fəsadlar əlbəttə ki, çox vaxt qalıcı olur, geriyə dönmür, ancaq onu biz rekonstruksiv, yəni bərpa edici əməliyyatlarla yoluna qoyuruq. Pasientimizdə funksional və estetik problemlər bir arada əməliyyatımızın içərisində həll edəcəyik. Öncə pasientimizə ön arxa kolporativ əməliyyat olunacaq. Aralığın bərpası dediyimiz perineoplastik əməliyyat olacaq və kiçik cinsiyyət dodaqları estetik əməliyyat olan labioplastika minor. Əməliyyatımız spiral anestezi altındadır. Hardasa 1 saat 10 dəqiqə içərisində baş tutan bir əməliyyatı inşallah nəticəmizdə mükəmməl olacaq. Bizə uğurlar.